Salam, mən Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi Saadət Qasımova. Bugünkü dərsimiz Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən pauza və intonasiya mövzusudur. Bildiyimiz kimi kommunikasiya, yəni intonasiya sözlər vasitəsilə əmələ gəlir. Bunun üçün insanın psixofizioloji vəziyyəti əhəmiyyət kəsb edir. Onun lüğət tərkibi, sözləri bilməsi və bunlardan uyğun şəkildə, yəni fikrini və məqsədini çatdırmaq üçün düzgün qurub danışması əsasdır. Pauza insanın fizioloji vəziyyəti ilə də bağlı olur. Həmçinin bir çox vəziyyətlər üçün də bu keçərlidir. Pauza yəni fasilə deməkdir. Bunun üçün pauza sintaktik pauzalar fizioloji ehtiyaclar üçün olan və psixoloji faktorlar üçün olan pauzalar mövcuddur. Sintaktik pauzalar cümlə daxilində, cümlələr arasında, həmçinin cümlədəki sözlər arasında sintaktik əlaqələrin qurulması zamanı mövcud olan pauzadır. Digər pauzalar isə fizioloji ehtiyaclar üçündür. Biz bilirik ki, insan nitq prosesində hava udmalı olur. Yəni, nəfəs almadan danışmaq mümkün deyil. Əgər biz bu nəfəs almanı düzgün tənzimləməsək, tənginəfəslik yaranmış olar və nitqimiz qırılmış halda qarşı tərəfə çatdırılar. Bu isə nitq qüsuru hesab olunur. Fizioloji ehtiyaclar üçün, yəni asqırma, öskürmə zamanı yaranan pauzalar həm də lüft pauza adlanır. Digər pauzalar isə psixoloji faktorlar üçün olan pauzalardır. Yəni, insanlar var ki, auditoriya qarşısında çıxış zamanı özünü itirir, yəni həyəcan keçirir və bu zaman müəyyən fasilələr verir, yəni nitqində müəyyən fasilələr verir. Bunun üçün bəzən dayanır və əlavə sözlərdən istifadə olunur və nitqi kəsilmiş olur. Bu pauzalar isə fizioloji faktorlar zamanı yaranan pauzalardır. Pauzalar həmçinin ayrıcı və birləşdirici pauzalar da olur. Ayrıcı pauzalar odur ki, cümlə daxilində sözləri bir-birindən ayırmaq üçün, həmçinin fikrin ifadəsi zamanı cümlələrin bir-birindən ayrılması üçün istifadə olunanlardır. Cümlə daxilində sözlərin bir-birindən ayrılması üçün istifadə olunan pauzalar həmin qarşı tərəfin fikrini ayırdığımız pauza zamanı həmin sözə yönəltmək üçündür. Yəni, diqqəti həmin sözə yönəltmək üçün biz ayrıcı pauzadan istifadə edirik. Həmçinin birləşdirici pauzalar da vardır ki, birləşdirici pauzalar bir növ bağlayıcıların, yəni birləşdirici bağlayıcıların funksiyasını yerinə yetirmiş olur. Həmçinin qeyd edək ki, digər bir mövzumuz, yəni digər qeyri-verbal ünsiyyət vasitələrindən biri olan intonasiyada nitqin qurulması zamanı əsas bir ünsiyyət vasitəsidir. Yəni, əsas rol oynayır. İntonasiya çox əhəmiyyətli bir funksiyanı yerinə yetirmiş olur. İntonasiya sadə dildə desək, səsin alçalması, yüksəlməsi, tembr, temp, melodika kimi hadisələri özündə birləşdirir. Yəni, çox mürəkkəb bir dil hadisəsidir. Sadəcə, sadə formada biz bunu bu şəkildə izah edə bilərik. İntonasiyanın bir çox funksiyaları vardır. Birincisi apelyativ funksiya, digər funksiya delimitativ funksiya, emosional ekspresiv funksiya, kommunikativ funksiya, estetik funksiya və sonuncu isə kulminativ funksiyalardır. İntonasiyanın birinci funksiyası apelyativ funksiya adlanır. Apelyativ funksiya danışan insanla, yəni nitqi quran insanla adresat arasındakı əlaqəni əks etdirir. Yəni, məlumdur ki, balaca uşaqla böyüyə olan münasibətdə istifadə etdiyimiz intonasiya eyni deyil. Bunlar fərqlidir. Təbii ki, böyük insanla danışdığımız intonasiya forması daha ciddi və kəskin formada ola bilir.
Digəri isə delimitativ funksiyadır. Delimitativ funksiya isə ayırıcı funksiyadır, hüdudlandırıcı funksiyadır. Delimitativ funksiyada cümlə daxilində müəyyən sözlərin bir-birindən ayrılmasıdır, yəni hüdudlandırılmasıdır. Həmin hüdudlandırma zamanı diqqətin həmin sözə cəlb olunması üçün həmin söz fərqli intonasiya ilə ifadə olunur və bu da delimitativ funksiya adlanır. Digər funksiyası isə, intonasiyanın digər funksiyası isə emosional ekspresiv funksiyadır. Emosional ekspresiv funksiya adından da göründüyü kimi emosiyalarla bağlı olan intonasiya formasıdır, intonasiya funksiyasıdır. Bu zaman danışanın psixoloji vəziyyəti, həyəcanları, gərginliyi, sevinci, bu keçirdiyi bütün hallar hamısı onun intonasiyasına təsir edir. Tutaq ki, hər hansı bir sevindirici bir xəbəri ifadə etmək üçün biz müəyyən səsimizin tonunu qaldırırıq, daha titrəyişlə, daha həyəcanla o fikri çatdırırıq və bu zaman intonasiyanın emosional ekspresiv funksiyası həyata keçmiş olur. Digər funksiya isə estetik funksiyadır. Estetik funksiya isə adından da göründüyü kimi bədii qiraətlə bağlı olan intonasiya formasıdır, intonasiya funksiyasıdır. Bu isə teatrda səhnə mədəniyyəti zamanı istifadə olunan funksiyadır. Digər funksiya kommunikativ funksiyadır. Ümumiyyətlə, intonasiyanın bütün funksiyalarının hamısı kommunikativ funksiyada özünü birləşdirir. Adından da göründüyü kimi kommunikativ, yəni ünsiyyət prosesi zamanı olan funksiyadır. Bu zaman qarşı tərəfə fikrimizi çatdırmaq üçün müəyyən intonasiyadan istifadə edirik, ya həmin sözü daha yüksək səslə tələffüz edirik, ya fərqli formada tələffüz edirik. Bu zaman intonasiyanın kommunikativ funksiyası həyata keçmiş olur. İntonasiyanın sonuncu funksiyası isə kulminativ funksiya adlanır. Kulminativ funksiya isə cümlədə mühüm sözlərin diqqətə çatdırılmasıdır. Təbii ki, informasiya verən zaman, yəni qarşı tərəfə müəyyən məlumatı çatdırmaq üçün biz fikrimizi müəyyən sözlərlə, leksik vahidlərlə ifadə edirik. Və bu zaman fikrimizi qarşı tərəfə çatdırmaq üçün müəyyən məqsədimiz olur. Yəni, hər bir fikri ifadə edərkən biz orada qarşı tərəfə hansı sözü çatdırmaq istəyirik. Bunun üçün biz həmin sözü daha fərqli formada, yəni ya yüksək tonla, ya müəyyən qədər həyəcanlı formada, ya daha sakit tonda tələffüz edirik. Bu zaman intonasiyanın kulminativ funksiyası əmələ gəlir. Bugünkü dərsimiz bu qədər.